Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mən gec ana olmuşam, imkan verin yaşayım, övladımı böyüdüm. Xəbər verilir ki, bu sözləri müğənni Səidə Dadaşova deyib. Tarixin bir günü verilişinə qonaq olan sənətçi ailə problemlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Mən bilirəm ki, Brilliant xanım hər zaman mənim yanımda olub, amma bu məsələni belə qabartmaq olmazdı. Sirrimi yadlara dedim, heç kim bilmədi, amma bacıma dedim, ailəmin xəbəri oldu. Daha heç kimə güvənə bilmərəm. Mən 35 yaşında ana olmuşam. Allah mənə bu payı verib, gec də olsa. Sizin kimi 18 yaşında ərə getsəydim, indi başqa həyatım olardı. Mənə imkan verin ki, yaşayım. Balamı böyüdüm. Daha 46 yaşdan sonra nəsə dəyişməyəcək. Mən ailəmdə çox xoşbəxtəm. Bir ana necə deyə bilər ki, Səidəni küçələrdən yığdı. Mən həmişə qürurlu olmuşam. 15 yaşında Filarmoniyada oxuyub 15 şirvan alırdım. Anama və onun oğlu Ayxana baxırdım. Bu mənim borcum idi. Qoymazdım o heç bacısına da ağız açsın.